Qəşəng sualdır. Teşekkür Bütün imtahan növlərimizə düşə biləcək maraqlı sualdır. Diqqət. Təmbələn. Alfa. Sonra. Bax, hardan ağlıma gəlir o? Yeri gələndə bunu trigonometriya ilə də, bir neçə üsullarla da yazmaq olar. Amma indiki qaydam hardan ağlıma gəlir? Mən 60 və 45-i, 30-u bunları düzbucaqlı üçbucaqlardan ən gözəl tanıyıram. Elə deyilmi? Bax, təzə başlayanlar üçün qeyd edək. 2 dənə bizim gözəl düzbucaqlı üçbucaqda asan qaydamız var bucaqlara uyğun. Biri 45-45 qaydasıdır. Onda ona nə deyirdik? Bərabər yanlı, düzbucaqlı, üçbucaq. X Pifaqordan da təbii ki, x uşaqda 2 olurdu. Biri də 30-60-90 üçbucağı idi. Onda bunun qaydası nə idi? 30-un qarşısındakı hipotenuzun yarısıdır. 60-ın qarşısındakı digər katetin kök mislidir və orada çaşmalı bir şey yoxdur. 60-ın qabağı 30-un qabağından çoxdur. Neçə dəfə çoxdur? Kök 3 dəfə. 30-un qabağındakı 60-ın qabağındakından azdır. Neçə dəfə azdır? Kök 3 dəfə. İndi mən ona görə burada düzbucaqlı üçbucağını çəkirəm. Qururam burada. Onda bura 30 düşdü. 30-un qarşısındakı hipotenuzun yarısı, 60-ın qarşısındakı digər katetin kök 3 Sonra, axı bu da təmböləndir. Təmbölən üzərindəki nöqtədən tərəflərə qədər məsafələrim nə idi? Eyni idi. Bura n deməyə, bura m deyə. Deməli, buranda 4 kök 3'ünü aldım. Hardan aldım? Bu median olsaydı, məsələn, orada 4 kök 3 olmayacaqdı. Təmbölən olduğuna görə aldım. Təmbölən üzərindəki nöqtədən tərəflərə qədər məsafələr eynidir. İndi katet 4 kök 3'dür. Hipotenuz bundan kök 2 dəfə çox idi. Gördünüz mü? Hələ bəzən, məsələn, mən olsam imtahanlara belə bir sual da yazaram. Bu bucaqları verərəm, bunları ədədlə vermərəm. Sualın nisbətini soruşaram. Nisbəti nə qədər eləyəcək? Bölərsiniz. Kök 6 bölünsün nə? 2. Onda da necə böləcəyik? Gəlib buraya 2x deyəcək. Başlayacaq yazmağa. 2x niyə deyirəm? 30-un qarşısındakı yarısı rahat tez olsun deyə deyirəm. Onda bura nə qədər olacaq əslində? X uşaqda 6. Həmin məntiqlə bax yazaq da elə. Bura nə olacaq? X. Bura nə olacaq? X kök 3. 45-45'ə görə bura x kök 3. Burada kök 2 qatı. Bax, bəzi misallar var. Onların nisbətini sizdən